Bəzi insanlar var ki, nəyəsə ehtiyacı var, nəyəsə arzulayır. Zehniyyətini dəyişsə, görəcək ki, ona ehtiyacı yoxdur. Daha doğrusu o ehtiyac onu tərk eləyəcək. Bir dənə dua var, gözəl duadır, əla duadır bu. Vəcəl ğinayə fi nəfsi. İlahi, ehtiyacsızlığımı nəfsimdə qərar ver, ruhumda qərar ver, canımda qərar ver. Çox adamlar ehtiyacsızlığı kənardan əldə eləmək istəyir, özünü təmin eləməklə. Amma dua deyir ki, içərdən ehtiyacsız olun mən. Daxildən ehtiyacsız olun. Deyir ya, gözü tox adamdır. Bu sözü biz işlədirik. Gözü toxluq düzgün zehniyyətin məhsuludur. Düzgün yanaşmanın məhsuludur. İnsanın həyata baxışı belə olarsa, heç halına təsir qoymayacaq. Üzr istəyirəm, ağzının suyunu axıtmayacaq hər gördüyü sərvətə. Çünki gözü toxdur. Gözü toxluq, yəni düz baxır həyata, düzgün yanaşır həyata. Düzgün yanaşması var. İnsanlar diqqətli olmalıdır ilk növbədə, onların zehniyyətini, düşüncəsini, yanaşmasını xarab edən amillərdən uzaq olsunlar. Bəzi insanlar var, onlarla oturub durmaq insanın zehniyyətini xarab eləyir. Bəzi filmlər var, bəzi musiqilər var, onları dinləmək, onlara baxmaq insanın zehniyyətini qarışdırır, fikrini qarışdırır.